Vay Allah, ay Allah, təzyiqim düşdü, təzyiqim düşdü. Dərsdə oturmuşdum, depressiyaya 3 adım attım. Can, Sonra orada bir dərin. nə deyir o, nə deyir o? Geri qayıtdım. Nə deyirsən? Gözümü açan kimi bir gördüm. Haradaydın gözlərin bağlı? Gəldim. O müəllimə ilə göz-gözə gəlmirəm. Nə istəyirəm axı, gəlməsinə mənə göz-gözə. Sənin gözümün içinə baxır. Sinifdə o qədər kişi qala-qala gəlir mənim. Kişi gəlir sinifə. Nervologiyam pozulur. Sənə qur telefonu ana, müəllimə səndən necə göz gözə? Onu sənin gözlərimin içinə baxır. Nə deyir? Dərs başa salır, getdikcə başına. Plaz verdim də, müəllimlər bayramında hamısı 50 verəndə mən 20 manat göndərdim, konvert dala göndərdim. Çünki gözüm bəbəyinə baxır ki, o 20 manat yanı nə idi? Sinifdə də hamı qalıb gəlib mənim başımda əzrail. O daha. Başımın üstündə idi sənin. Nə deyirdi başımın üstündə? Deyir, yaxşı yaz. Müəllimə uşağa yaxşı yaz deyə psixologiya orada pozub. Dayan bir dəqiqə. Gözlə mən yığıram qızım, bir dəqiqə gözlə. Mama, orada özgüvənim elə etdi. Təsvir elə. Axtarırdı. 33 nəfərin arasında deyir, sən 20 balığı yaza bilmirsən. Dayan bir dəqiqə. Salam müəllimə, Nurmanın maması da sizi narahat edən gecənin bir yazı. Uşaq bu günlərə summativ yazıb. Uşağın çiyninin üstündə, sağ çiyninin üstündə qalıb uşağa demisən ki, yaza bilmirsən. Uşaq deyir, ana, özgüvənim itdi. Uşaq 2 saat özgüvənini axtarıb orada. Bu özgüvənini qazanmaq üçün biz doktorlara nə qədər pul xərclədiyimizi hələ bilir, Allah bilir. Müəllimə, sizdən artıq sayacaq, müəllimə söz öz yerində. Müəllimə evə dərs verməz. Bir ton dərs vermisən. Hələ axtarını tapa bilmirik. Bucaqlardan vermisən. Neçə bucaqda heç bilmək olmur. Qabaq kör bucaq, 3 bucaq, 4 bucaq var idi. İndi o qədər bucağı çıxartmısınız, hələ uşağa desən bucağı tap. Əgər bu bucaq yoxdursa nəyi tapsın? Uşaq bucaqlarda qalıb. Evin 4 bucağı var. Deyirəm uşağa 4 bucağı var. Deyir, yox, müəllimənin dediyi bucaq ayrıdır. Convenius, convenius. O bucağı hardan tapar? Bizim dövrümüzdə 3-4 dənə bucaq var idi. İndi bucaqların sayı yoxdur. Müəllimə uşaqla göz kontaktı çox qurma, təmasa girə bilmir. Biz bunu psixologiyadan zadla şey eləyirik. Ad boy verdi mənim üstümə. Görsən? Çünki söz satıra bilmir. Bilir ki, necə mən maarif qadınam. Maarif qadına söz satıra bilmir. Sonra da deyirlər, saçın köpüklənir. Qıza saçı nə qədər yonarlar. Deyir, dərsi bildi, tezədə alim oldum. Enişdəyim bir yana, mən bir yana. Enişdəyim bir. Düz xətlə çevrəni qarşılıqlı. İndi şəkli aşağısan tapın deyir. O A 7 cm-dirsə, AB 2 cm-dirsə, OK-nı tapmaq üçün gərək birinci OB-ni tapar. OB-ni tapana sonra OA-dan çıxırıq. Sonra üstünə AB-ni gəlirik. Sonra AB ilə OA-nın cəmini Gülmə. OK-dən çıxırıq. Sonra yaz okey. Söhbətdə okey deyilir. Bir dənə cavab yaz. Oha. Yaz cavab. Cavab oha. Tapsın görsün nə deməkdir. Okey. Sonra ikincidə də PK-nı tapmaq üçün 80... PK bir dəqiqə. PK-nı salırlar ora. TikTokda da PK. Deyir yana get PK ilə. Bizə hədiyyə atan olacaq. Hə? Bizə hədiyyə atan olacaq. Sən orada yaz. Müəllimə, mənim telefonumda TikTok yoxdur ki PK eləyim. Hə, bir də burada PK-nı tapmaq üçün çevrənin radiusunu belirləmək lazımdır. Çevrə nədir? Radius yəni. Çevrə dairədir. Vay, radius şənlənmək deməlidir. Ya o için radius. Onu tapacaq. Deyirən evdə mənim günüm radiusdur da. Mənim bu dərsdə günüm, bu dərs kəsə mən radius oluram bir şey. Mən radius, kalk ya radius. Nəyi tapacaq? Deyirən anam ni radius dərsləri eləmədi, ni radius. PK 10-dur, ondan 20-ni çıxırıq. Ondan 20-ni çıxırıq. Gül atmalıdılar da. 10 dənə gül. Hə. Ondan 20-ni çıxırıq. Ondan 20-ni, qıza ondan 20 çıxarlar. Kitabı da Hə, amma mənfi 10 eləyir. Bizim dövrümüzdə ondan 20 çıxmaq olmurdu. 20-dən onu çıxmaq olurdu. Dövr dəyişildi, kitab dəyişildi, riyaziyyat da dəyişildi. Ondan 20 çıxmazlar mənim balam. 20-dən onu çıxarlar. Yaz ora. Kitab səhvdir. Müəllif burada səhv eləyib. Kitabı kim yazıb görəsən? Nəşriyyata getmək lazımdır. Ondan 20 çıxırlar gülüm. Hə? Nurbanı. Mama sənə qurban ola. Sən nə qəliz dövrə düşdün? Sənin nə mən qəliz dövrdə doğdum, ay Nurbanı. Sən mənim dövrümdə oxusaydın, indi enişdəyin bir, sən 2 idin. Sən 2 idin Nurbanı. Ya Allah, bura bax, enişdəyinin gözləri bərələm qaldı, bax hələ. Yazıq kişi mənlə bir yerdə nələr... Bu hələ onu kəşf eləməmişdi. Elədi, öldü də. Dilin çıxartdı, öldü. Dinə. Hə, bu arada enişdə riyaziyyatçı deyil, fizikaçıdır. Fizika ilə riyaziyyat bəz qardaşdır da. Biri fizika elimin açarıdır da. Hə, bir də radiusu tapandan sonra radiusu 2-yə vuranda eləyir diametr. Sonra radiusun ən böyük parçası vətərdir.
Hə, bizim radius bizim vətənimizdir. Hə, radius vətənimizdir. Getdi Rus oldu. Radius da vətənimizdir. Radius da Azərbaycan bizim vətənimizdir. Yaz, cavab Azərbaycan da vətənimiz. Radius nədir? Rusiya nədir? Yaz, vətənimiz Azərbaycandır. Qarabağ Azərbaycandır. Alqış sarəsi qoy ora. Hə, kitaba gör nələrsə uşaqların beynin fırladırlar. Beynin fırladırlar uşaqlar. Radius deyir Azərbaycandır. Hə. Hə, mal oldu ne sən? Məktəbə göndərirəm dahi eləməyə. Səni evin içində süpürgə əlimdə dahi qadın oldum. Səni məktəbə göndərə mal elədilər səni. Nurbanı, mal oldun ay Nurbanı. Ay Nurbanı, can Nurbanı. Nə dövrə düşdün ay Nurbanı? Mənə ağlamaq söykənir mənə. Ağlamaq söykənir nə deməkdir? Dəli danışsa ağlamaq söykən. Ağlamaq ya gələr ya gəlməz də söykənmək nə deməkdir? Ağlamaq söykənib sənə qızım. Sən də düzgün danışmırsan, gələcəm pisətiyəm deməlisən. Gələsiyəm. Hə. Mən sənə söykənməkdən danışıram, gələsiyəmi nə deyim? Sənin başın çatmadı Nurbanı. Sən də şu travmatologu yerə aparam, yazdırım səni indi ora növbə götürürüm. Ağlamaq söykəndi mənə. Sənə indi bir söykənəcəyəm mən. Bu nədir? Bu nə danışırdı sən ki? Gələsiyəm, gedəsiyəm. Mən sənə nə deyim? Ağlamaq söykən sənə mən sənin yanıma gələsiyəm. Necə danışsan sən? Evdə sən anamın sırf Azərbaycan lüğətində necə danışdığımı görmüsən? Nitqimə bax nitqimə. Mama sən də 1900-cü lüğətində qalmısan da. 1900-cü illərdə öyrənmə, mamma 90'lardandır. 1900-cü illərdən də öyrən. 90 ilə 1900'u ayıra bilmirsən? 19'du deyə mən... Nə var axı? 10 il fərqi var da. Allah. Səni mən necə söylədim? Sən məktəbə nəyə geçsən? Qoyun gedib, qoyun gəlmirsən sən? Mamaya bax hələ. Nitqimə qulaq as, nitqimin kamilliyinə bax. Azərbaycan dilində səlis, kamil necə qadın danışar? Dada, rus dili ver. Sən rus dilində biraz zəifsən mama. Xeyr, rusca mənim öz natiq dillərimdəndir. Atkeşek. Bu nədir? Ateşek. Ateşgaha deyir ateşek şarx. Qız ateşgahdır. Ateşek. Dinlə ateşek. Ateşgah elədilər. Ateşek это храм. Ha. Bir dənə də orada dinəcək Hindistan, xram da ateşgah. Hindistan'da bura. Deyir ateşek это. O Əlivi niyə belə dedin ki indi? Hindistan'a şey qoyurlar, fil qoyurlar. Andrea. Ognia. Он находится на Обширонском полуострове. Düzgün yazmayıblar. Nedaliko от центра Baku. Deyir ki, başı sentrin mərkəzidir. Время строительства комплекса от настройства командантского века. Deyir, komendant vaxtında tikilib bu. Mama elə bir şey ikisi qoyur. Сам храм существовал издавна, но не дошел до нас в первоначальном виде. Deyir, əvvəldə bu Hindistanda götürüb gətiriblər qoyublar böyle. Hindistan'a da soxdun araya. Bu diller Rusça deyir ha. Arxitektürü Gülmə. Zarafat edirlər burada. Kompleks предоставляют с тобой шеститупlufonik. Deyir, günbəz var üstündə. Шеститупlufonik deyə bilməsən də günbəzi bilirəm. В центре двора возвышается четырехугольный храм. Deyir, orada bir dənə də xram var. Biz xramı görməmişik. Altar распространением президента Азербайджанской Республики музей под открытым небом объявляется государственным историческим архитектурным не проводит zapovedением. Mama deyir ərəbcə deyir. Deyir, bunun böyründə o vaxt istədilər, hey zoopark tiksinlər, tikmədilər. Rusçadır, bir şey olmaz. Yani ateşgah bilsən də, apararam sənin gözündən görərsən, inşallah oranı müəyyən eləyər nədir. Beynim elə biraz error verdi, özümə gəlməliyim. Bir stəkan su gətirmənsin, ateşi yox deyə bilmədim nəysə.